Salam dostlar, ITMAS kanalına xoş gəlmisiniz. Bu gün sizə helpdesk və IT, yəni informasiya texnologiyaları nədir, ona biraz məlumat verəcəyəm. Əvvəl ilk sualımız odur ki, IT nədir? IT informasiya texnologiyaları məlumatların yığılması, ötürülməsi, işlənməsi və saxlanması üçün istifadə olunan texnologiyaların və üsulların cəmidir. İnsanlar zamanla daha çox məlumatla işləmək, onu tez emal etmək və paylaşmaq ehtiyacı hiss etdilər. Bu ehtiyacdan doğaraq IT sahəsi yarandı. Generation and Future Computers, yəni kompüterlərin nəsilləri və belə deyək, evolutionu. İlk kompüter bizdə ENIAC olmuşdu, yəni indiki istifadə etdiyimiz fərdi kompüterlər kimi deyildi. O bir otaq böyüklüyündə idi, yəni çox böyük bir kompüter idi. Yəni ilk şəkillərdə görürsünüz, yəni kompüterlər o vaxtı yəni çox böyük olublar, indi işlətdiyimiz kimi deyildilər və bu daha sonradan çıxan kompüterlərdir. Daha gördüyünüz kimi daha biraz da olsa indiki nəsil kompüterlərə daha da bənzəyir. Sonra bu daha da yenilənərək bu hala gəldi. Bu Apple şirkətinin yaratdığı kompüterlərdən biridir. Daha sonra da illər keçdikcə artıq fərdi kompüterlər daha da müasirləşməyə başladı. Keçək kompüterlərin inkişafı və yəni qısa tarixçəsinə. Yəni əvvəllər dediyim kimi kompüterlər çox böyük idi, yəni bir otaq boyda. Məsələn, ilk kompüterlərdən biri olan ENIAC 1946. Yəni ki, ilk dəfə bu ENIAC kompüteri 1941-də yəni planlaşdırdılar. Sadəcə müharibə dövrü olduğuna görə. Müharibədən sonra 1946-cı ildə artıq belə deyək, istehsal olundu. Bir neçə ton çəkidə idi və böyük bir otaqda yerləşirdi. Zaman keçdikcə kompüterlər kiçildi, amma gücləri artdı, prosesorlar sürətləndi, yaddaş həcmi böyüdü. Masaüstü kompüterlər, sonra isə notebooklar, planşetlər və smartfonlar yarandı. Bu inkişaf informasiya texnologiyalarını hər sahəyə inteqrasiya etdi. Yəni təhsil, səhiyyə, biznes, əyləncə, yəni bunun kimi bir çox sahəyə inteqrasiya olundu. Daha sonra kompüterlərin inkişafı və IT-nin sahələri. Kompüterlər inkişaf etdikcə onların müxtəlif funksiyonal hissələrə bölündü və IT sahəsi də bu hissələr üzrə genişləndi. Hər sahə özünə məxsus rola və texnologiyalara malik idi. Yəni bunun kimi kiber təhlükəsizlik, AI, DevOps və s. kimi hissələrə ayrıldı. Onları da ətraflı izah edəcəyəm. Yəni kompüterlə inkişafı və IT-nin sahələri, yəni helpdesk, proqramlaşdırma, kiber təhlükəsizlik, yəni cyber security, data analytics, süni intellekt, şəbəkə mühəndisliyi, sistem administratoru, DevOps, DevSecOps və s. Yəni IT sahəsinə başlayan hər bir kəsin ilk başladığı mərhələlərdən biri də helpdesk idi. Helpdesk-ə giriş niyə bu qədər vacibdir? Helpdesk istifadəçilərin qarşılaşdığı texniki problemləri həll edən, IT dəstək xidmətlərini həyata keçirən ilk xətt komandasıdır. Bu sahə həm texniki bilik, həm də ünsiyyət bacarığı tələb edirdi. Yəni ki, helpdesk kompüterin necə işlədiyi, işləmə prinsipi, yəni texniki xətaların aradan qaldırılması, fiziki işlərin görülməsi və s. kimi hissələrə əhatə eləyir. Başlanğıc niyə helpdesk olmalıdır? IT sahəsinə ilk və ən real addım məhz helpdeskdən keçir. Ən sadə texniki bilikdən başlayaraq sistem administratoru, şəbəkə mütəxəssisi, DevOps kimi sahələrə yüksəlmək üçün bir növrə helpdeskdən qoyulur. Bütün böyük mütəxəssislər də ilk mərhələdə bu sahədən keçmişdir. Helpdesk bilmədən IT sahəsində hansı problemlər yarana bilər? İstifadəçi problemlərini düzgün təhlil və təmin edə bilməmək, əsas avadanlıqları, sistem qurğularını tanımamaq və səhv müdaxilə etmək, yəni bunun da səbəb olaraq, yəni səhv müdaxilə edərsəniz, yəni qurğu, avadanlıq sıradan çıxa bilər və s. kimi problemlərlə qarşılaşa bilərsiniz. Kompüterin və şəbəkənin əsas iş prinsipini anlamamaq, komandada və ya layihələrdə digərləri ilə düzgün ünsiyyət qura bilməmək. Yəni helpdesk-ı bilmirsiniz, yəni belə deyək, təməl heç bir şeyi bilmirsiniz, amma layihədə iştirak edirsiniz. Yəni digər komanda yoldaşlarınız bu barədə biraz da olsa anlayışları var, amma siz anlayışınız olmadığı üçün, yəni onlarla bu barədə ünsiyyət qura bilmirsiniz və s. bunun kimi bir çox problemlərlə üzləşirsiniz. Daha sonra helpdesk nədir və gündəlik fəaliyyəti nədən ibarətdir? Helpdesk şirkətlərin istifadəçilərinə texniki dəstək verən, yaranan problemləri həll edən əsas komandadır. Gündəlik işləri istifadəçilərin zəng və müraciətlərini qəbul etmək, kompüter proqram təminatı və şəbəkə problemlərini diaqnostika etmək, sadə texniki problemləri yerində və ya uzaqdan həll etmək. Yəni siz nəinki, məsələn, bir işə gedib yaxından, yəni həmin şirkətə, ofisə gedib onu orada görürsünüz. Hətta
Əgər imkan varsa, siz həmin kompüterə uzaqdan qoşularaq da o problemi həll edə bilirsiniz. Amma kompüter fiziki cəhətdən sıradan çıxmayıbsa, yəni daha sonra mürəkkəb problemləri mütəxəssislərə yönləndirmək, avadanlıqların düzgün işləməsini təmin etmək, prosesləri sənədləşdirmək və hesabatlar hazırlamaq, istifadəçilərə yeni proqram və alətlər barədə məlumat vermək, helpdesk işinin effektivliyi, şirkətin texniki dayanıqlığını və iş məhsuldarlığını artırır. Daha sonra helpdesk IT işçisi Azərbaycanda nə qədər maaş alır? Bir çoxunuza əsas maraqlandıran suallardan biri də budur. Helpdesk IT işçilərinin maaşı Azərbaycanda əsasən təcrübə səviyyəsinə, işlədiyi şirkətin ölçüsünə və fəaliyyət sahəsinə görə dəyişir. Yəni burada göstərəcəyim rəqəmlər həm reallığı əks etdirir, həm reallığı əks etdirmir deyə bilərik. Çünki hər şirkətin verdiyi maaşlar fərqlilik yaradır. Ona görə bu standart maaş deyə bilmərik bunu. Real bazar şəraitində helpdesk işçilərin maaş diapazonu belədir. Yəni default olaraq bu maaşlar belədir. Yəni junior səviyyəsində, yəni aşağı təcrübəsiz və biraz təcrübəli 400-700 arası maaş. Orta səviyyə 1 ilə 3 il arası təcrübə varsa 700-1200 AZN arası maaş diapazonu var. Senior səviyyədə 3 ildən çox təcrübəsi olan helpdesk işçisi 1200-1800 AZN və daha yüksək maaş ala bilər. Amma nəzərə almaq lazımdır ki, kiçik və orta müəssisələrdə maaşlar adətən daha aşağı olur. Beynəlxalq və ya iri şirkətlərdə maaşlar orta səviyyədən yüksək ola bilir. Və ya sizin diapazondan əlavə, default diapazondan əlavə maaşlarınızın artmasına kömək edəcək bacarıqlarınız və ya sertifikatlarınızdır. Yəni CompTIA, Microsoft sertifikatları və digər beynəlxalq sertifikatlar sizin maaşınızın artmasına kömək edir. Rəsmi əmək müqaviləsi olmadan çalışanların maaşları daha aşağı ola bilər. Yəni ki, qeyri-rəsmi olaraq siz şirkətdə çalışırsınızsa, bu maaş, yəni default diapazonda deyil, şirkətin sizə tövsiyə etdiyi maaş olacaqdır. Və bu qədər. Yəni IT sahəsinin helpdesk hissəsi də rolu bu idi. Və helpdesk nə iş görür, nə edir kimi ətraflı, yəni helpdesk sahəsinin ətraflı videolarında inşallah gələcək üçün çəkib izah edəcəyəm. İzləmədə qalın. Əgər siz də bu sahəyə marağınız varsa, nəinki helpdesk, informasiya, yəni yeni texnologiyalardan xəbərdar olmaq istəyirsiniz, yəni bu sahəyə marağınız varsa, kanalıma abunə olub mənə dəstək olmağı unutmayın ki, belə videolar daha çox gəlsin və daha çox gənclərimiz bundan yararlanaraq, belə deyək, inkişaf etsinlər. Bugünlük bu qədər. Sağ olun, salamat qalın. Gələn videolara dək.